Şəkildə verilmiş ABCD dördbucaqlısında AC BD-yə perpendikulardır. KL və MN nöqtələri tərəflərin orta nöqtələridir. AC 24, BD 15 olarsa KL-min dördbucaqlısının sahəsini tapın. Şəkildən baxırıq ki, ABC və ADC üçbucaqları üzərindən deməli AC-yə paralel olub KL orta xəttdir. KL orta xətti AC-yə paralel olduğu üçün onun yarısı qədərdir. Yəni 24-ün yarısı 12 olacaq. Həmçinin NM də AC-yə paraleldir və o da onun yarısı qədər olacaq. Burada 12-dir. Digər tərəfdən KN və LM də orta xəttlərdir və onlar BD-yə paraleldir. Yəni ABD üçbucağı və BCD üçbucağında. Bunlar da olacaq 15-in yarısı qədər, yəni 2-də 15 qədər. Alınan KL-min dördbucaqlısı düzbucaqlı dördbucaqlıdır. Nəyə görə düzbucaqlıdır? BD AC-yə perpendikulardır. KL də AC-yə paraleldir və həmçinin KN də BD-yə paraleldir. Bir-birinə perpendikular olan düz xətlərə paralel olan düz xətlər də bir-birinə perpendikular olacaq. Ona görə də burada da alınan fiqurumuz düzbucaqlıdır. Düzbucaqlının sahəsi isə onun eni ilə uzunluğun hasili qədərdir. Yəni 12 vurulsun 2-də 15. 12 ilə 2 ixtisar gedir. 6 altında 15-ə vursaq 90 alınır.